Salamlar, hər vaxtınız xeyir olsun əziz və hörmətli izləyicilər. Bu videomuzda 11 may tarixində 9-cu siniflərin əvvəlki mövzular üçün keçirilən imtahan testinə düşən testlərin sürətli formada izahlarını göstərəcəm. Bundan əvvəlki videomuzda sadəcə olaraq bu imtahana düşən testlərin mövzu adlarını qeyd etmişdim. Onun linkini aşağıda yerləşdirirəm. Daxil olub mütləq şəkildə həmin videonu izlərsiniz. Çünki hansı mövzular düşübdür və sizlər gələcək imtahanlarınızda hansı mövzular daha çox çalışmalısınız, hansı mövzular daha çox fikir verməlisiniz, o video sayəsində görə bilərsiniz. İndi isə burada mən sürətli formada birinci, yəni 57 nömrəli sualımızın iki formada həll üsulunu göstərəcəm. Bu sualda ifadəni sadələşdirin deyir. 2a üstəgəl b-nin kvadratı çıxılsın 2a çarpı b, 2a topla b. Burada a çarpı a topla b kimi açılış elə bilərik. Burada da 2a topla b-nin kvadratının açılışı, yəni a üstəgəl b-nin kvadratı, a üstəgəl b-nin kvadratı kimi yaza bilərik. Bu da bərabərdir a kvadratı üstəgəl 2ab üstəgəl b kvadratı və bu hissədə də a çarpı b, a topla b kimi göstərsək, bu da bərabər olur a kvadrat çıxılsın b kvadratına. İndi isə bu testin həllində birinci üsul olaraq bu üsulların köməyi ilə həllini göstərirəm. Birinci növbədə bunun açılışını qeyd edək. Birincinin kvadratı, yəni 2a-nın kvadratı elədir 4a kvadratı. Üstəgəl birinci ilə ikinci hansı ikimisi, yəni 2 vurulsun 2a vur b. Üstəgəl ikincinin kvadratı b kvadratı və çıxılsın burada a kvadrat çarpı b kvadratı. Qabaqda da mənfi olduğuna görə birincisində a kvadrat, yəni 2a-nın kvadratı 4a kvadratı olaraq qeyd edirəm. B vurulsun b də b kvadratı olur. Bu mənfiyə görə üstəgəl b kvadratı olacaq. Burada 4a kvadratı, 4a kvadratı islah olunur. 2 vur 2 4 ab b kvadratdan b kvadratı toplasaq üstəgəl b kvadratı alınır. Və bu testin cavabı 4ab üstəgəl b kvadratdır. İkinci həll üsulu mənə görə daha rahatdır. Fikir verin. Burada 2a üstəgəl b var, burada da 2a üstəgəl b var. Onları ortaq vurup çıxarsaq, qalır içəridə 2a üstəgəl b, açma ötəriz. İçəridə bir dənə 2a üstəgəl b qalırmı? Və çıxılsın sadəcə bu hissə. 2a çarpı b. Qarşısında mənfi olduğuna görə içəridəkilər əksinə olaraq dəyişir. 2a müsbət də olur, çıxılsın 2a. Bu mənfi b-də üstəgəl b olur. Burada 2a ilə 2a islah oldu. Bu da bərabər olur. 2a üstəgəl b vurulsun. B üstəgəl b. 2b. 2 vurulsun 2. 4ab üstəgəl. 2b'ni b'ye vuranda 2b kvadrat olur. Burada b kvadratdan b kvadrat 2b kvadrat diye qeydləməyi unutmuşuq. Üzürlü sayın. Bu hissədə 4ab topla 2b kvadrat. Burada da 4ab topla 2b kvadrat. Yəni hansı üsulla həll etsək cavab eyni alınmalıdır. Sadəcə olaraq bu üsul daha rahatdır deyə düşünürəm. Davam edirik. Növbəti misalımız 58 nömrəli 9 m üstü 6 bölünsün n kvadratı n kub bölünsün 9 m üstü 5. Yenə də ifadənin sadələşdirin şərtini qoyubdur. Burada biz ixtisarla edirik. Bölmə deyil, vurmada 9 ilə 9 ixtisar gedir. M üstü 5, yəni 5 dənə n var. M üstü 6 ilə gedir. 6 dənə n var. Bir dənə m qalır yuxarıda. N'in kvadratı n'in kubu gedir. Burada 1 qalır. Burada da bir dənə n qalır. Yəni bunun cavabı olur mn. Növbəti misalımız 59 nömrəli faizə aiddir. Deyir ki, mağazada birinci gün bütün malın 20%, ikinci gün isə qalan malın 60% satıldı. 2 gün ərzində mağazada bütün malın neçə faizi satıldı sualını soruşur. Deməli biz birinci növbədə ilk olaraq ilkin qiymət, yəni başlanğıcda 100 deyə qəbul edirəm. 20% satıldısa 100 çıxılsın 20, 80% qalar. Daha sonra qalan malın 60% satılıb. Yəni 80-dan çıxırıq, 80-ın 60%, 100-ün 60% yox, 80-ın 60%. Sıfırlar ixtisar gedir, qaldı 80 çıxılsın, 8 vur 6, 48. Bu da bərabər olur, 10 çıx 8, 2, 7 çıx 4 də 3, 32. Yəni əvvəl 100 idi, indi 32 oldu. Bizdən soruşur ki, nə qədər satılıbdır? Onda 100%-dən çıxırıq elə 32%. 10 çıx 2, 8, 9 çıx 3, 6, 0. 68% satılıb, 32% qalıb, ilkin qiymətdə 100% idi. Əvvəl 100% idi, 32% qalıb, 68% isə satılıbdır. Növbəti 60 nömrəli ifadəsinin qiyməti hesabını edirik. Belə bir sadə misal verildir. Bu da bərabərdir. 17 vur 11, 1 topla 7, 8 ortasına yazılır. Elə 187 çıx 17. Üstəgəl 504 36 bölür. 50'nin içində 36 bir dəfə var. 50'de 36 çıxan 14. 144'te də 4 dəfə olacaq. 4 vur 6 24. 4 vur 12 2 dəfə 14. Düz ödüyür. 187'den indi 17 çıxırıq. 7 çıx 7 0. 8 çıx 1 7. Bu da 1. 170 üstəgəl 14. Bu da bərabərdir 180
4'e cavabımız var. 184A variantı. Növbəti 61 nömrəli misalımız qarışıq dövrünlü kəsirə aiddir. A və B ədədlərini verildi. Biz birinci növbədə bu ədədləri adi kəsirə çevirək. 4'də olan ədədlərin sərgidə 9, tam və 4 arasında olan ədədlərin sərgidə 0 yazılır. Bu olur 90'da. Bütün ədəd 0,2 çıxılsın. Burada olan ədəd 0. Yəni 90'da 2'ye bərabərdir. Bunu da ihsa eləsək 45'də 1'e bərabər olacaq. İndi ikinci B'ni də çevirək. 4'də olan ədədlərin sərgidə 9, tam və 4 arasında ədədlərin sərgidə 0. Bu bərabər edir 90'da. Bütün ədəd 36. Çıxılsın burada olan ədəd 3. O da bərabər 90'da 33'e. Hər ikisi 3'e sar olunur. 33'ü 3'e böləndə 11, 93'e böləndə isə 30. 30'da 11. Və bizdən soruşur ki 1 böl A üstəgəl 1 böl B. 1 bölünsün A'nın qiyməti 45'də 1. Üstəgəl 1 bölünsün B'nin qiyməti 30'da 11. 1'i 45'də 1'e böldükdə 1'də 45'e vurulur. Yəni tərsinə vurulur. Bu da bərabər olur. 1 vurulsun 45 olur. Yəni 45'in özü. Üstəgəl bu da 1 vurulsun 11'də 30. Bu da bərabər olur. 45 üstəgəl 30'u 11'e bölsək 2 dəfə yerləşir. 2 vur 11 22 edir. 2 tam 11'də 30'dan 22 çıxdıqda 8 olur. Bu da bərabər edir. 45 topla 2 tam hissədə toplanır. 47 tam 11'də 8. İndi isə keçid alaq növbəti 62 nömrəli misalımızda. Deyir ki kubun tilini 5 dəfə artırsa, tili x-dirsə, tili 5 dəfə artırsa 5x olur. Sahəsi necə dəyişər? Biz öyrənmişdik ki həcm kubik asıdır. Yəni K kubu. Məsələn bir tərəf 2 dəfə artarsa, həcmi soruşsa 2 vur 2 vur 2. Yəni 2'nin kubu 8 dəfə artar. Burada 5 dəfə artsa, həcmi soruşsa 5 vur 5 vur 5. 125 dəfə. Sahə soruşduğuna görə 5 vur 5. 25 dəfə artacaq. Yəni perimetr K asılıdır. Sahə K kvadratı. Həcm isə K kubu. 5 dəfə artıbsa perimetri onda 5 dəfə artacaq. Elə 5 dəfə qalır. Sahə onda 5'in kvadratı 25. Həcm isə 5'in kubu 125 olacaq. Növbəti 63 nömrəli misalda tənliyi həll edin. Burada biz y ortaq qrup çıxarsaq 5 üstəgəl 2y qalacaq. Bərabər 0. Və bu hissədə y bərabər 0. 5 üstəgəl 2y bərabər 0. 2y bərabər olur. 5'i sağ tərəf keçirik. Mənfi 5. Y də bərabərdir. Mənfi 5 2'ye böləndə mənfi 2,5. Cavab oldu 0 və mənfi 2,5. Bu cevabı bölmeden de yazabilir. Y bərabərdir mənfi 2'də 5 diye de qeyd edə bilər. Və yaxud da mənfi 2 tam 2'də 1 diye qeyd edə bilər. 5'i 2'ye bölüb 2 tam 2'də 1. Adətən cevablar bu formada verilir. Belə də ola bilər. 0 cevap da var, bu cevap da var. Yəni hər ikisi eyni anda yazılan. Təkcə 0 olan yox, təkcə mənfi 2,5 olan yox, hər ikisi olan. Əgər burada kök olsaydı, yerinə qoyub yoxlayasıydıq. Görüm hər iki cavab ödəyirmi? Əgər məxrəc olsaydı, yerinə qoyub hesablayasıydıq ki, məxrəc 0 olurmu? 0 olsa 0'a bölmə yoxdur deyə onu qəbul eləməyəsidik. Növbəti 64 nömrəli misalımız həqiqətən çox sadədir, həm də səs anlayışlarına aiddir. Deyir ki, AC 12 cm-dir, CB 8 cm və A'dan B'ye gedər məsafəyə soruşur. 12 üstəgəl 8, 20. Çox sadə misal verilibdir. Növbəti misalımız 61 nömrəli. Əkyob AB bölünsün Əbub AB. Bu bərabər edir C'yə. C nə idi? Ortaq olmayan sadə-ruqlar hasili. Nə deməkdir ortaq olmayan sadə-ruqlar? 90 və 45 sadə-ruqlara ayırırıq. 90'ı 2'ye böləndə 45. Elə 45 ilə 45 ortaqdır deyə gedə bilər. Yenə də ayırıram mən. 3'e bölürəm 15, 3'e bölürəm 5, 5, 1, 1, 1. 45'də 3'e bölürəm 15, 3'e bölürəm 5, 5, 1, 1, 1. Ortaq olanları silirik. Ortaq olanlar elə 45'in özüdür. Yenə də 3, 3, 5 silindi. Qaldı bir daha 2. Yəni C 2'ye bərabər. Cavabımız edir 2. Başqa heç bir şey hesablama ehtiyac yoxdur. Əgər bu AB vur Əbub AB olsa, sadəcə orada vurasıyıq. A vur B yazısıyıq. Bunlar vurulma olsaydı 90 vur 45 eləyəsiydik. Yox, əgər bu tərsi olsaydı, Əbub AB bölünsək Əbub AB olsaydı, onda 1 böl C olasıydı qiyməti. Yəni 2'də 1 cavabı, yaxud da 0,5 qiymətini alasıydı. Növbəti misalımız 66 nömrəli. Anarla Orxanın birlikdə deyir 150 manat pulu var. Anarın pulu Orxanın pulundan 2 dəfə çox olarsa Anarın nə qədər pulu var? Məncə sadə misaldır. Əgər Orxanın x manat pulu varsa Anarın 2x manat pulu var. Bunların cəmi də 150'dir. X topla 2x burada yazımdan 1 var. 3x bərabərdir 150'yə. X də bərabər olur 50 manata. Yəni Orxanın 50 manat pulu var. Bizdən Anarın nə qədər pulu var soruşur. 150'də 50'də çıxa bilərsiniz. Elə bu hissədə 2'ni 50'yə də vura bilərsiniz. Yəni çox sadə 100 manat pulu da Anarın var. Cavab edir 100 manat. Növbəti 67 nömrəli misalımız tənliklər sisteminə aid x-i soruşur.
Birinci ifadede biz x'i ortak vurup çıkarsak ne kalır içeride? X üstteki x kvadratın x kalır. Burada x çıkardıkta 4y beraberdir 18'e. Ele aşağıda x topla 4y 3 verir bakın. Bunun yerine biz 3 yazsak alınır x vur 3 beraber 18. Neçəyi biz 3'e vurdukta 18 edir. X ile beraber 18 bölü 3 6'ya. Ele x'i soruşurdu. X'i 6 edir. Y2 sorursaydı onda burada yerine koyup hesaplayabilirdik. 6 üstteki 4y beraberdir 3. 4y beraberdir. 6'ın sağ tarafı geçirir. 3 çık 6'ya. 4y beraber olur. Menfi 3. Y de beraberdir. Menfi 4'te 3. Veyahut da bunu biz menfi 0 tam %75 diye qeyd edə bilərik. İndi burada y soruşmur. X soruşur. Elə burada da yekunlaşdırılır. Növbəti 68 nömrəli misalımız tənasübə aiddir. Kənar hədlərin hasili orta hədlərin hasilə bərabərdir. 8 vur y bərabərdir. 24 vurulsun 3'e. Ve burada biz 24 ile 8'i kısa yaparsak 8 bölü 8 bir defa 24 bölü 8 de 3 defa. Y beraber 3 vur 3 9. Yine siz 24 3'e vurup sonra 8'e bölebilirsiniz. 24 vur 3 72 72'ni 8'e böldük 9 alınır. Növbəti 69 nömrəli misal nisbətən çətin tip misaldır. Verilib ki A nöqtəsi 4 1. 69 nömrəli misal A nöqtəsi 4 1. Daha sonra B nöqtəsini verib de 2 7. Deyir ki M nöqtəsi 9 12. AB parçası orta nöqtəsi. Bu parçanın orta nöqtəsi tapmaq üçün C nöqtəsi yazıram. X ile x'i topluyoruz. 4 topla 2 bölü 2. Aynı zamanda y ile y 2. 1 üstə gəl 7 bölü 2. Bu da cevap ilədir. 4 topla 2 6. 6 bölü 2 3. 8 bölü 2 4. 3 4. Ve bu ise de AB parçası. Ve bu ise de M9 12 nöqtəsindən AB'nin orta nöqtəsi yani 3 4 nöqtəsinə qədər olan məsafəni soruşur. Yəni belə yaza bilərik. MC bu şekilde. Bu da beraber kök altında. Elə böyükdən kiçik çıxar. 9 çıx 3 kvadratı üstə gəl. 12 çıxılsın 4'ün kvadratı. Bu da beraber olur. 9 çıx 3 elədi. 6 6'nın kvadratı 12'den 4 çıxan. 8 8'in kvadratı. 6'nın kvadratı. 36 8'in kvadratı. 64 cəmi elədi. 100. 100'den de kök çıktı 10. Bu şekilde hesaplanılır. Şimdi bunu biz grafik üzerinden de gösterebiliriz. Grafik üzerinde böyle olur. 4 1 dediğine göre 1 2 3 4 bura 1 bura. Bu hissədə təqribən qiymət buradır. B2 7 dediğine göre 2 7 nöqtə hardasa bu hissələrdə bir yerdə deyə qeyd edə bilərik. 2 7. İndi burada AB parçası bu A'dır, bu da B'dir. Parça belədir. Bunların orta nöqtəsini biz yine bunun köməklə tapa bilərik. Yəni burada da tapa bilərik. Problem yoxdur yəni. Orta nöqtəni biz tapdıq. 3 4 3 4 orta nöqtə. Daha sonra 9 12 nöqtəsi verilibdir. 9 nöqtəsi bunu belə uzadırıq. 9 nöqtəsini çatırıq. 12 nöqtə də burada. Ve buradan bura kim olan məsafəni soruşur. Grafiklerini gösterebilirsiniz ama en güzel üsulu budur. Həll üsulu. İmtihanda da təbii ki ondan istifadə edəcəksiniz. Nisbətən bu test indiyə kimi yazdığım testlər içərisində ən çətin olandır. Növbəti 70 nömrəli misalımız perimetri 36 olan kvadratın sahəsini tapın. Kvadratın perimetri AA olanda P bərabərdir 4A. Perimetri 36 o da beraber 36. Onda A beraber 36 bölünsün 4 9. S beraber A kvadrat o da beraber 9'un kvadratı o da beraber 81'e. Sahə olur 81. Cevap edir 81. 70 nömrəli misalımızda qeyd elədik və burada sonuncu bir misalımız qaldı. Kapalı testlər içərisində 71 nömrəli bərabərsizliyə aiddir. Mənfi 3x çıxılsın 2 kiçikdir bərabərdir. 4 olsun x üstə gəl 4. İndi bu testin əlində ilk növbədə mənfiyə vursaq bura isə müsbətləşsin deyə. Onda olacaq 3x çıxılsın 2. İşarə əksinə olaraq dəyişəcək. Böyükdür bərabər də olacaq. Mənfi 4 vurulsun. Elə vurub açar. Mənfi 4x'e vuranda mənfi 4x. Mənfi 4'ü 4'e vuranda mənfi 16 olacaq. Nəyə görə mənfi oldu? Çünki buradan mənfi 1'e vurduk hər tərəfi. İşarə də əksinə olaraq dəyişdi. Diqqətli olun. İşarə mütləq mənfiyə vuranda və böləndə işarə dəyişir. Əksinə olaraq dəyişir. X-ləri bir tərəfi yığaq. 3x topla 4x böyük bərabərdir. Orada var mənfi 16. Mənfi önə keçirik. Üstə gəl 2. Elədi 7x böyükdür bərabərdir. Mənfi 14. X də böyük bərabər olur. Mənfi 14'ü 2'ye bölürük. Mənfi 2 alınır. X böyük bərabərdir mənfi 2'dən. Ədəd oxunu göstərəsi olsaq mənfi 2 müsbət sonsuzluq. Misal şərtində sonda soruşur ki, bərabərçinin ən kiçik tam əlini tapın. Mənfi 2 özünü götürdüyünə görə mənfi 2 özünü götürdük. Mənfi 2, mənfi 1, 0, 1, 2 belə davam edir. Ən kiçik qiyməti mənfi 2'ni qəbul edildiyinə görə mənfi 2 olur. Mənfi 2 qiymətini götürür.
Sonra mənfi 1, 0, 1, 2 bu şekilde devam ediyor. Burada qeyri-ciddi bərabərsizlik var. Ona göre mənfikini qəbul ediyor. Eğer ciddi bərabərsizlik olsaydı onda mənfi 1 cevabını götürəsiydik. Bu hissədə isə bərabərsizlik qeyri-ciddi olduğuna göre mənfikini özündə götürür. En küçük qiyməti mənfi olur, en büyük qiyməti yoxdur, müsbət sonsuzluq deyə qeyd olunur. Beləliklə 71 nömrəli sonuncu kapalı testimizdə cevaplandırdık. Növbəti videomuzda sadece olarak açıq testlərin izahlarını göstereceğim. Videomuz uzun ve yorucu olmasın diye iki hissəyə böldüm. Kapalı sualları birinci növbədə burada izah elədim. Növbəti videomuzda artıq açıq sualların izahlarını göstereceğim. Ona görə də mütləq şəkildə izləmədə qalın. Bizlərə dəstək olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərhlər yazmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.